Hər vaxtınız xeyir. Bəli, tamamilə doğru qeyd etdiniz. Yanvarın ilk günlərindən Moskva ard-arda pilotsuz uçuş aparatları ilə hücumlara məruz qalır və vəziyyət paytaxtda ciddi gərginlik yaradıbdır. Elə yanvarın ilk günündən başlayım və qeyd edim ki, yanvarın 1-də Rusiya hava hücumundan müdafiə sistemləri Moskva istiqamətində uçan 28 pilotsuz uçuş aparatını məhv edibdir. Elə həmin gündə təhlükəsizlik səbəbindən paytaxtın əsas hava limanlarında məhdudiyyətlər tətbiq edildi. Qeyd edim ki, Domodedovo, Vnukovo və Jhukovski aeroportlarında uçuş və enişlər dayandırılmışdı. Şeremetyevo hava limanında isə reyslər yalnız müvafiq qurumlarla razılaşdırılmaqla həyata keçirilirdi. Yanvarın 4-də isə vəziyyət daha da kəskinləşdi və ən son məlumatlara görə Moskva ətrafında həyata keçirilən növbəti hücum zamanı paytaxta yaxınlaşan 23 pilotsuz uçuş aparatı məhv edilibdi və sonradan açıqlanan yenilənmiş məlumatlarda vurulan dronların sayının 42-yə çatdığı bildirilir. Bu hücumlar fonunda yenidən Moskvanın Domodedovo, Vnukovo və Jhukovski hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq olundu və təxminən 200 reysin gecikdiyi, bir neçə reysin ümumiyyətlə ləğv edildiyi bildirilir və nəticədə hava limanlarında sərnişinlər uzun növbələrdə gözləmək məcburiyyətində qalıblar.